Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. MHQ Ərdəbili Universitetində tələbələr etiraz edir. İran hazırda davam edən savaşın içindədir. Rəzaidən açıqlama. İsrail İrana növbəti dəfə zərbələr endirə bilər. Prezident BMT-də Azərbaycanın qalib və lider ölkə statusunu bəyan etdi. Spikerdən açıqlama. Danimark ordusu təcili olaraq ehtiyatda olan hərbçiləri çağırır. İndi isə daha ətraflı. MHQ Ərdəbili Universitetində yataqxana çatışmazlığı və əcnəbi tələbələrə üstünlük verilməsi yerli tələbələrin ciddi mənzil problemi və yüksək yaşayış xərcləri ilə üzləşməsinə və tələbələrin etirazına səbəb olub. Tələbələrin sözlərinə görə əcnəbi tələbələrə daha uyğun yataqxanalar ayrıldığı halda yerli tələbələrə 500 adlanan yataqxana verilib ki, burada bir otaqda 20 nəfərə qədər tələbə qalmalı olur. Bu şərtlər kazarmadan daha ağırdır. Biz öz ölkəmizdə marginallaşmışıq, bu cür qeyri-insani şəraitdə necə yaşaya bilərik deyə etirazçılardan biri bildirib. Tələbələrin fikrincə bu vəziyyət insan ləyaqətini və rifah standartlarını pozmaqla yanaşı, həm də onların səhhətində, psixologiyasında, güzəranında ciddi problemlər yaradıb. Azərbaycan Milli Hərəkatının fəalları Ulduz Qasimi və Əmir Səttari Rauf özlərini onlara qarşı olan ittihamlardan müdafiə etmək üçün Qərbi Azərbaycanın Urmiya vilayətinin məhkəmələrinə çağırıblar. Xatırladaq ki, 2025-ci ilin mart ayının başlarında Urmiyada Kürd terror qrupları tərəfindən təşkil edilmiş ayrılıqçı toplantılara etiraz olaraq Urmiya xalqının təşkil etdiyi eyləmlərdə iştirak edən Ulduz Qasimi və Əmir Səttari şəhərdən çıxarkən nəzarət buraxılış məntəqələrində həbs edilmişdilər. Qeyd edək ki, Azərbaycan xalqının təşkil etdiyi Urmiya eyləmlərindən sonra Güney Azərbaycanın 22 fəalının saxlanıldığı bildirilir. Baş tutmuş bu mühüm eyləm Güney Azərbaycanda rejimdən yardım alaraq separatçılıq etməyə çalışan Kürd terror qruplarına mühüm cavab olmuş, hətta İsrail ilə İran arasında baş verən 12 günlük savaş zamanı yaranmış qarışıqlıq dönəmində belə təhdidlər savurmaqlarına baxmayaraq, yaraqlı terror qrupları Güney Azərbaycana girməkdən çəkinmişdilər. İranın Sistan və Bəlucistan əyalətinin Zabul şəhərinin həbsxanasında saxlanan Arman Dəhmerdə adlı məhbus həyatını itirib. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə, beyin şişindən əziyyət çəkən 20 yaşlı məhbus tibbi xidmət göstərilmədiyinə görə həyatını itirib. Onun müalicə ilə bağlı həbsxana rəhbərliyinə müraciətinin cavabsız qaldığını bildirib. Dəhmerdənin ölümü bilavasitə tibbi xidmətin olmaması və tibb mərkəzlərinə göndərilmənin gecikməsi nəticəsində baş verib. Məlumatda deyilir. Məhbusun yaxınları və kamera yoldaşları ona tibbi xidmət göstərilmədiyi üçün məhbusun ölümünü həbsxana rəhbərliyi və İran məhkəmə sisteminin qətlə adlandırıblar. Qeyd edək ki, İnsan Haqları Təşkilatının hesabatına görə ötən il İran həbsxanalarında ən azı 32 məhbus həlak olub. Onlardan 5-i xəstəlikdən, 20-si intihar səbəbindən həyatını itirib. 7 məhbus isə müalicəsinə imkan verilmədiyi üçün ölüb. İranın Şiraz, Qum, Sari və Yəsus şəhərlərinin həbsxanalarında 13 məhbus dar ağacından asılıb. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar. Bununla da cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 1035-ə çatıb, onlardan 28-i qadındır. Davam edirik. Savaşın baş verib verməyəcəyi ilə bağlı müzakirələr yersizdir. Çünki savaş hazırda davam edir. Bunu İran İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı Möhsin Rezai deyib. O, bu barədə dövlət televiziyasına müsahibəsində danışıb. O, İranın iqtisadi və media müharibəsi içində olduğunu bildirib. O iddia edib ki, keçmiş münaqişələrdə Amerika və İsrailin hərəkətləri İran müqavimətinə qarşı uğursuz olub və İranlılar son nəfəsə qədər özlərini müdafiə etməyə davam edəcəklər. İsrail regionda silahlanma yarışına əsas gətirərək İrana qarşı növbəti dəfə zərbələr endirə bilər. Bunu İsrailin Maariv qəzetinə müsahibəsində ordunun adı açıqlanmayan məmur yüksək rütbəli şəxsi deyib.
Yaxın Şərqdəki hadisələri və İrandakı fəaliyyəti diqqətlə izləyirik. İsrail və İran davamlı silahlandırma yarışı və öyrənmə yarışı ilə məşğuldur. Biz bir sıra ssenarilərə hazırlaşmışıq ki, bunlardan biri də İrana dövləti hücumun zəruriliyi ola bilər, o bildirib. Qeyd edək ki, iyunun 13-də İsrail ordusu İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə iri miqyaslı hücumlar həyata keçirib. İranda ordunun baş qərargah rəisi İnqilab Keşikçiləri Korpusunun komandanı, bir neçə yüksək rütbəli komandir və 9 nüvə alimi hücumlarda həlak olub. İsrailə açıq dəstək verən Amerika iyunun 22-sində İranın Natanz, Fordo və İsfahandakı 3 nüvə obyektinə zərbələr endirib. İranın Amerika ilə birbaşa yaxud dolayı ismarıc mübadiləsi aparmasına baxmayaraq, danışıqlar faydasızdır. Bunu İranın Xarici İşlər Naziri Abbas Əraqçı bildirib. Onun sözlərinə görə Avropa üçlüyü Böyük Britaniya, Fransa, Almaniya, BMT-nin baş katibi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə intensiv danışıqlara baxmayaraq, Amerikanın yüksək tələbləri səbəbindən kompromis əldə etmək mümkün olmayıb. Amerika və İsrailin iyun ayında İranın nüvə obyektlərinə zərbələri Tehranın kritik sahələrini qorumaqda gücsüz olduğunu göstərib. Bunu Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri John Bolton deyib. İnsanlar rejimin öz kritik elementlərini Amerika və İsrailin hücumlarından qorumaqda tamamilə aciz olduğunu gördülər, deyə o bildirib. Uzun müddətdir İrana qarşı hərbi əməliyyatların aparılmasını müdafiə edən Bolton əlavə edib ki, İran rəsmiləri onun həyatına qarşı çox real təhdidlər irəli sürüblər. Donald Trumpın qanunsuz miqrantları ölkədən çıxarmaq barədə qərarından sonra 100 İranlı qaçqını ölkələrinə geri qaytarıb. Bu haqda New York Times məlumat yayıb. Bildirilib ki, Vaşinqton 2 İranlı diplomat vasitəsilə Tehranla razılığa gəldikdən sonra bir təyyarə dolu İranlını deportasiya edib. Məlumatı İranın rəsmi xəbər agentliyi ISNA da təsdiq edib. İranlı qaçqınları daşıyan Amerikaya məxsus charter reysi sentyabrın 29-u gecə Luiziyandan yola düşüb və sentyabrın 30-u Qətər vasitəsilə İrana çatacaq. Məlumatın yayılmasından sonra İnsan Haqları Təşkilatları qaçqınların taleyindən narahatlıqlarını ifadə edən bəyanat yayıblar. Onların bildirdiyinə görə qaçqınlardan bəziləri siyasi fəal olduqları və təzyiqlərdən yayınmaq üçün mühacirətə məcbur olublar. Onlar İrana çatdıqdan sonra həbs edilə, barələrində hətta ölümlə nəticələnə biləcək ağır məhkəmə qərarları çıxarıla bilər. Bəzi qeyri-rəsmi məlumatlarda isə deport olunanlar arasında İran hökuməti və SEPA-ya bağlı şəxslərin də olduğu, onların başqa məqsədlərlə ABŞ-yə getdikləri iddia edilib. Buraxılışımız davam edir. Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışında Azərbaycanın artıq qalib ölkə statusunda olduğunu bəyan edib. Bunu Milli Məclisin bugün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib. Dövlət başçısı bəyan etdi ki, Azərbaycan 10 illiklər ərzində işğala məruz qalan ölkə statusundan qalib və lider ölkə statusuna keçib. Sülh sazişinin paraflanması və əldə edilmiş digər razılaşmalar dövlətimizin öz milli maraqlarını həm güc yolu ilə müdafiə etmək, həm də hüquqi və siyasi alətlərin köməyi ilə təsbit etmək qabiliyyətini nümayiş etdirib. Sülh sazişi həm də onu göstərib ki, dayanıqlıq yalnız beynəlxalq hüquq normaları əsasında mümkündür. Prezidentin çıxışında azad edilmiş ərazilərin minalardan təmizlənməsinə, bərpasına, keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılmasına, infrastrukturuna, inkişafına böyük diqqət yetirildi, deyə spiker qeyd edib. Azərbaycan-İran dövlət sərhədini pozan şəxslər saxlanılıb. Belə ki, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qeyri-legal miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Lənkəran sərhəd dəstəsinin xidmət ərazisində İran Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib. Həyata keçirilmiş əməliyyat qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan Əfqanistan İslam Respublikası vətəndaşları 2001-ci il təvəllüdlü Əhmədi Enamullah Əbdülqafar və 2002-ci il təvəllüdlü Taymani Cavid Muhammedizm saxlanılıb. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün təmin edilməsini tarixi hadisə adlandırıb və bunun Azərbaycan və Ermənistan hökuməti və xalqları üçün bir nailiyyət olduğunu qeyd edib.
O bunu Strasburqda AŞPA-nın iclasındakı çıxışında bildirib. Amerikanın paytaxtı Vaşinqtonda Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunmasını təsdiqləyən bəyannamə qəbul edilib. Amerika prezidenti Donald Trump şahid qismində bu bəyannaməyə imza atıb deyə Paşinyan bildirib. Onun sözlərinə görə sülh tətil və ya istirahət deyil, sülh gündəlik zəhmətdir. Davam edirik. Ağ Ev, Amerika prezidenti Donald Trump'ın Qəzzadakı münaqişəyə son qoymaq məqsədi daşıyan 20 bəndlik tam formatlı sülh planını açıqlayıb. Plana əsasən dərhal atəşkəs elan edilməli və İsrail qoşunları bölgədən çıxarılmalıdır. Əvəzində isə girovların azad olunması nəzərdə tutulur. Sənədə görə İsrail təklifi qəbul etdikdən sonra girovların azad olunması üçün 72 saat vaxt veriləcək. Bütün girovlar azad olunduqdan sonra İsrail ömürlük həbsdə olan 250 nəfəri və 2023-cü il oktyabrın 7-sindən sonra saxlanılan 1700 mülki sakini təhvil verməlidir. Sənəddə qeyd olunur. Bununla yanaşı Amerikanın beynəlxalq tərəfdaşlarla birlikdə Qəzza üçün müvəqqəti beynəlxalq sabitlik qüvvələrini yaratmaq üçün əməkdaşlıq edəcəyi vurğulanır. Trumpın planında həmçinin bölgədə iştirakçı ölkələr üçün güzəştli şərtlərin tətbiq ediləcəyi xüsusi iqtisadi zonanın yaradılması da nəzərdə tutulur. Sənədə silahı yerə qoyub dinc yanaşı yaşamağa razı olan Həmas üzvlərinin əfv olunması da daxildir. Qəzzanı tərk etmək istəyənlərə digər ölkələrə təhlükəsiz keçid imkanı veriləcək. Həmas və digər qruplar Qəzzanın idarəçiliyində birbaşa dolayı və hər hansı formada iştirak etməməlidirlər. Qəzzaya nəzarət müvəqqəti olaraq Texnokart siyasi mənsubiyyəti olmayan Fələstin komitəsinə tapşırılacaq. Bu komitə Qəzza əhalisinin gündəlik xidmət və bələdiyyə işlərinin təmin edilməsinə cavabdeh olacaq. Komitənin üzvləri Fələstinlilər və beynəlxalq ekspertlərdən ibarət olacaq. Fəaliyyətini isə yeni beynəlxalq keçid orqanı, Amerika prezidentinin rəhbərliyi edəcəyi Sülh Şurası nəzarət edəcək. Plan Qəzzanın İsrail tərəfindən işğalını və ihlaqını, eləcə də əhalinin zorla köçürülməsini istisna edir. Rusiya Ukraynanı məğlub edə bilmirsə, müharibədən çıxmaq barədə düşünməlidir. Bunu Donbas separatçılarının keçmiş komandiri, hazırda həbsxanada cəza çəkən Igor Girkin Telegram kanalında yazıb. Girkin Trumpın Rusiyanın kağız pələng adlandırmasına bəzi məqamlarda rəğbət göstərsə də Rusiyanın 3 ilə yaxın müddətdə dağılmayıb güclü müqavimət göstərməsini gözləmədiyini bildirir. O, Qara Dənizdə və Novosibirskdə hücumları, Krımdakı və Perm bölgəsinə edilən zərbələri nümunə gətirərək Rusiya ordusunun gözlənilən effektli olduğunu vurğulayar və donanmanın fəaliyyətsizliyini sual edir. Girkin Ukraynanın tez qələbə şansını görmədiyini, tərəfdaşlarının dəstəyinin məhdudluğunu və onların müharibədən çıxmasını necə təmin etmək lazım olduğunu düşünmək lazım olduğunu deyir. Finlandiya və İsveç Avropa İttifaqını Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına 130 milyard avro ayırmağa çağırıb. Bu barədə Finlandiya hökumətindən bildirilib. Bu məsələ oktyabrın 1-i və 2-sində Kopenhagendə Avropa İttifaqı liderlərinin qeyri-rəsmi görüşündə müzakirə ediləcək. Bildirilir ki, bu təşəbbüslə Finlandiya və İsveçin baş nazirləri Peter Orpo və Ulf Kristersson çıxış ediblər. Finlandiya və İsveç Avropa Komissiyasına və üzv dövlətlərə Ukraynanın növbəti illər üçün maliyyə ehtiyacları haqqında birgə məktub göndəriblər. Baş nazirlər öz təşəbbüslərində vurğulayırlar ki, Ukraynanın 2026-2027-ci illər üçün maliyyə ehtiyacları 130 milyard avro qiymətləndirilir və maliyyə kəsiri artıq 2026-cı ilin 2-ci rübündə yarana bilər deyə məlumatda bildirilir. Danimarka Silahlı Qüvvələri naməlum pilotsuz uçuş aparatları ilə bağlı insidentdən sonra təcili olaraq ehtiyatda olan hərbçiləri çağırır. Bu barədə TV2 məlumat yayıb. Məlumata görə çağırışa bir neçə yüz hərbiçi cəlb olunub. Danimarka Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib. Bundan əvvəl Danimarkada hərbi bazalar və bir neçə mülki hava limanı üzərində səmada naməlum dronların uçuşu müşahidə olunub. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.